Bir dənə qəşəng, bir dənə 16 yaşında qız keçir, ara qız. 40 Hamıdan yaşında oxşamaq arvad istəyir. baxır onu, mən də bu cürünü olmaq istəyirəm. Xoşlayırıq marketdə təzə çörək alıb, o yanlış bir şeydir. Amma kiçik qızın bütün günü yeməkdən çox çörək yiyir. Hər şeyin əksinə gedirəm, mən düzgün doktor başa düşürsün. Aylar, gözəlliyə bax, gözəlliyə bax. Sadramı sallam başıma, Üz gözümü bəzərən. Salam mənim əzizlərim, xoş gördük bugün də sizi Xanımlar Saatında. Bugün də çox maraqlı bir mövzu müzakirə edəcəyik. Biz sizinlə uşaqlarımızı necə qidalandırmaq haqqında danışacağıq əsas etibarilə. Bunun üçün də bizdə qonaqlar var. Bir-birinə maraqlı qonaqları icazənizlə sizə təqdim edim. Fitoterapevt Elnur Rəhimov. Xoş gəlmişsiniz Elnur bəy, buyurun. Respublikamızın əməkdar artisti Lalə xanım Məmmədova. Xoş gəlmişsiniz. Buyurun, əyləşin Lalə xanım. Psixoloq Dəyanət Rızayev. Xoş gəlmişsiniz. Və bizim hər zamanki qonağımız, dərzi xanımımız Esmira xanım bizimlə bərabərdir. Buyurun Esmira xanım. Xoş gəlmişsiniz. Və elə isti-isti yerində demək istəyirəm ki, dünən mən sizə anons etmişdim ki, bugün Esmira xanımın əl işindən ibarət olan, bax bu gözəl libası geyinəcəm. Gördüyünüz kimi geyinmişəm, əynimə də çox qəşəng dayanır. Çox sevdim mən bu libası. Çox sağ olun Esmira xanım. 15 dəqiqənin ərzində tikilib, yəni verilişimiz gedə-gedə 15 dəqiqənin ərzində əslində bütün veriliş boyu 3 paltar tikdi mənə Esmira xanım. Bu birincidir. Onu elə tikdi, 15 dəqiqədən sonra gətirdi, belə əynimdə göstərdik tamaşaçılara və mən söz verdim ki, mən bunu geyinəcəm. Ona görə növbəti gün artıq mən bu paltarı geymişəm. Xoşunuza gəldi, bəyəndiniz? Bəli. Müəyyən hisslər oyadır. Doğrudan? Ay. Belə bayram əhval ruhiyyəsi. Bəli, bizdə hər zaman bayramdır. Hansı kinoda deyir? Deyir, imtahan bizim üçün həmişə bayramdır. Veriliş bizim üçün həmişə bayramdır. Bəli, bəli. Təkrar xoş gəlmişsiniz. Çox maraqlı mövzumuz var. Uşaqların qidalanması haqqında danışacağıq bugün. Şəxsən məni bir ana kimi bu mövzu çox maraqlandırır. İnanıram ki, hal-hazırda bizi izləyən tamaşaçılarımız arasında da gənc analar var. Mənə adətən Instagramda suallar verilir tez-tez. Uşaqların qidalanması ilə bağlı bizdə hər yaş növündən uşaq olduğu üçün yəni körpə var, qundaqda uşaq var, biraz böyük var, biraz ondan böyük və s. və ilaxır. Təkərsən suallar verir. Ay Nari xanım, hansı şorbaları, məsələn, müəyyən şorbaların adını çəkirlər ki, tutaq ki, bu şorbaları neçə ayından vermək olar? Ay nə bilim, bilmirsiniz, balığı uşağa nə vaxtdan vermək olar? Filan belə suallarla müraciət olunur. Düzdür, mən fitoterapevt deyiləm və dietoloq da deyiləm. Mən sadəcə sıravi bir anayam. Elə bilirəm ki, hər bir ananın borcudur. Yox, Lalə, bütün bu məlumatları bilmək. Bizə bunu həyat təcrübəmiz öyrədir. Biz nə qədər də məşğul olsaq, böyük bir günümüzün böyük bir vaxtını çöldə bayırda keçirsək, yenə də axşam evimizə gələndə uşaqlarımızla dincliyimizi tapırıq, onlara vaxt ayırmalıyıq. Yeri gələndə onlara yemək də hazırlamalıyıq. Lalə, evdə yemək pişirirsən? Mən öncə istəyirəm Elnarcığım səni təbrik edeyim bu yeni verilişin münasibəti ilə. Sən hər zaman həm gözəl ana, həm də uğurlu bir sənətçi olmağı sübut eləmişsən. Çox sağ ol. Qarşılıqlıdır. Çox sağ ol.
artıq illərdir ki, televiziya sayəsində də gözəl verilişlər, maraqlı verilişlər aparırsan və bunun öhdəsində maraqlıdır ki, çox gözəl də gələ bilirsən. Bunu bacarırsan, maşallah. Eyni zamanda sosial şəbəkələrdə də mən səni izləyirəm və görürəm nə qədər insanlara yaxın, insanları maraqlandıran, narahat edən problemləri həmişə işıqlandırırsan öz səhifəndə. Və bu günləri də görsən, gəlib belə mövzu seçmişsən ki, həm sənin, həm mənim həyatımda önəmli bir mövzulardan birisidir. Övladlarımıza nə yedizdirir? Bax, Nərgiz 5-ci sinifə gedir artıq. 5-ci sinifə gedir və bugünkü günü insanların, uşaqların da efir məkanından bir çox şeylərdən xəbərdar olduqları bir zamanda onların məsələn xəbərləri var ki, məsəl üçün hazır qəlyanaltılar var, kartof qızartması var, belə bir şeylər var və biz onları nə qədər qorusaq belə uşaqları... Fast food nəzərdə tutursan. Fast food, yəni tez hazır olan yeməklər. Bunlar hazır qəlyanaltılar, bu uşaqların artıq məlumatları var, yəni bizə 2 qat çətindir, onları ondan uzaqlaşdırmaq. Və belə bir anda, bir ana olaraq mən də çox narahatam. Nərgizin məsəl üçün öz yemək rasionu var, Çınarə, kiçik qızın aralarında 8 il fərq var. Ay maşallah. Məsəl üçün Nərgiz artıq hardasa onun yeməyindən biraz rahatam, çünki artıq o böyüklərin yeməyinə yeyir. Amma yenə də mənə maraqlıdır, sən onu məktəbə yola salanda onun çantasına nə qoyursan? Çünki eyni problemi mən də hər gün yaşayıram. Eyni problemi yaşayıram. Mən də 2 uşaq gedir məktəbə. Qızım və böyük oğlum. Və biz eyni problemi yaşayırıq. Yəni mən yorulmuşam, artıq bezmişəm onlara o cici-mici almaqdan. İndi Elnur bəyin fikrini alacağıq irəlidə. Mənim ilk öncə onu deyim ki, mənim uşağımı, övladımı məktəbə anam çox vaxtı yola salır və o isə bizim elə hamımızın diyetoloqudur. Çünki mən gözümü açandan mənim anam nəyin ziyanlı, nəyin xeyirli olduğunu, faydalı olduğunu bizə həmişə məlumatı verib və evdə də yəni ona əməl olunub həmişə. Məsəl üçün, hansı yeməkdən sonra nə yeyilməlidir, yeməkdən qabaq ya öncə su içilməlidir, çay içilməlidir. Bütün bunların hamısını o qədər anam o barədə məlumatlıdır ki, heç mən kitabı oxumamış anamın dedikləri ilə, yəni sonra da məlumat alanda görürüm çoxsu üst-üstə düşür. O barədə anam, məsəl üçün, Nərgizin yemək, balaca yemək çantasını nə qoyur? Mütləq meyvə olmalıdır, mütləq su olmalıdır, mütləq çörək arası evdə hazırlanmış hansısa bir kotlet ola bilər, yaxud da ki, bilirsiniz ki, elədir ki, uşaqdır da, gedir, açıb yiyəndə də başqa uşaqlar ondan iyini döyə bilər. Yəni, həmişə də birinci sözüm olub ki, Nərgiz, açanda yeməyi və ətrafında kimlər varsa çalış ki, bölüşəsin. Bir yaz yiyəcəksən, amma kimizə fikri qalmasın. Amma bu düzgün deyil. Əslində, məktəblərdə mütləq yemək olmalıdır və dövlət hesabına əslində... Yox, bilirsiniz necə, dövlət hesabına bu ibtidai siniflərdə olur, süd, bulka, belə bir şeylər uşaqlara paylanır. Amma böyük siniflərdə alınmır. Kimsə anası qoyur. Mən bunu tərəfdarıyam bir valideyn kimi ki, EBO aylıq, adi dövlət məktəblərində aylıq valideynlər, məsəl üçün 10 manatdır, 15 manatdır. Yəni bu övladlarımız üçün, olsa biz buna gündəlik qoyuruq bunların onsuz da veririk də. Amma hamı eyni şey yesin. Lap bir stəkan kompotla, məsəl üçün yanında bir buterbrotla uşaqlar yesinlər. Bu gözəl bir təklifdir, amma əməl eləsələr. Mən Nərgizin məsəl üçün çantasında bu olur. Amma bu illəri mən onu artıq bir liseye qoydum, yeni bir məktəbə. Və eyni zamanda o da gərək kimi onu da maraqlanır ki, uşaqlar burada nə yeyirlər? Və onlar mənə harada nə alınır? Gündəlik onlara nə yedizdirilir, nə qoyulur, hardan... Yəni, bütün bunları o qədər dəqiqliklə mənə başa saldı. Mən çox rahatçılıqla uşağımı o məktəbə yola saldım və artıq buna heç də qoymuram səhərlər yeməyə. Aydındır. Yeri gəlmişkən, Elnur bəy, müdaxilə eləyəsiniz bəlkə. Yəni, düz eləyir Lalə xanım. Lalə xanım fikrinə razıyam. Çünki bizdə yeməklə deməzdim də daha çox davranış problemi var yeməklə bağlı. Və daha çox da bu nəinki az yaşlı ilə yuxarı sinif uşaqlarda olan problemdir. Bir də əsas problemlərdən biri odur ki, var səmərəli qidalanma, var qeyri-səmərəli. Yəni, qeyri-səmərəli qidalanma baş verir. Yəni, vaxt düzgün seçilmir, həmin vaxtda olan yemək düzgün seçilmir. Bu da bir xəstəlikləri gətirib çıxarda bilir. Təbii ki, psixoterapevtimiz var, o gözəl izah eləyər ki, bu dəqiqə bulimiya və anoreksiya, yəni çox yemək və yaxud da iştahsızlıq, yəni yayğın şəkildə yayılıb. Həqiqətən də... Xüsusi yanaşmam var da, mən adətən heyvanlardan keçirəm insanlara.
Alırsan kilosu 3 manata yeyin, pişik üçün adi məsələn də bilirlər. Var evdə pişik. 4 dənə. Ay maşallah, ne 3 yüzsüz o manatlıq qədər pişik. yemeği çox yaxşı belə yeyir. Məndə qocadır, 15-16 yaşlarında. Super yeyir. Alırsan kilosu 14, 18, 25 manatlıq yemir. Təsəvvür edirsiniz? Niyə görə? O ucuzlu yemlərə çoxlu aromatizatorlar vururlar. Pişikdə asılılıq yaranır, öyrəşir, iyi, yaxşıdır. Keyfiyyətli yemlərə aromatizator, Əslində mən sizə bu konsentratlar sualı və sairə verəcəkdim. vurmurlar. Ona görə xoşlarına gəlmir. Mən öyrəşdirmişəm, yeyirlər, ona görə çox yaşayırlar. Keyfiyyətli yem yeyirlər, amma aromatizator yox. Amma o gəlib o qidalanmağa gəlib çatanda mən indi baxıram ki, Siz deməksiniz ki, asıllıq var da bugünkü gün. Yeməklərdən əlbət ki, bax siz fikir Mən verin. razıyam. Fast foodlar, uşaqlar Mən var. eyni problemi hər gün yaşayıram. Fast foodlar doludur. Milyardlarla biznesdir. Böyük bir biznesdir bu. Bəli. Heç kim laboratoriyada o əti, o çörəyi və s. yoxlayıb ki, onun tərkibi nədir ümumiyyətlə? Bəli. Niyə görə bu günləri biz öz övladlarımızı ondan asılı eləyirik və zəhərləyirik? Bəli. Siz baxın, insanlarda psixoloji olaraq mutasiya və transmutasiya gedir. Uşaqların xəsiyyəti dəyişir. Qabaqları autizm deyilən bir şey var idimi? Hiperaktivlik deyilən belə bir şey var idimi? Yox idi. Yox idi. Bu artıq mutasiya nəticəsində yaranıb da Mən deyirsiniz. bilavasitə bunu qidayla bağlayıram. Bu günləri hansı ana 2 yaşına qədər öz uşağına süd verir? Mən. Mən də 2 yaşına qədər əsl ana. Mən ana. Əsl ana demək olar da. İndi müəyyən səbəblərə görə alınmır da. İndi çox analar verə bilmir, yaxud indi o fiqurunu korlamaq istəmir və kesir əməliyyatı ümumiyyətlə. Qabaqları hamısı doğurdu. İndi 99% pakazaniya kesiri var. Niyə özləri doğa bilmirlər? Uşaq o prosesi Siz keçməlidir. yenə bunu da qida ilə əlaqələndirirsiniz. Hər şey qidalarla əlaqəli. Bəli. Ana da qidalandırılır Bəli, da, bəli. düzdürmü? Düzdür. O uşaq o müqaviməti hiss eləməlidir. Kesir olan uşaqlarda müqavimət zəif olur. Digər tərəfdən bir vaxt yadıma gəlir ki, bu atlar çəkmək istəmirəm, bu süni qidalanmalar var ha, məsələn də. Zəhərləmələr getmişdi, nə qədər uşaq tələf olmuşdu. Bəli. Xatırlayırsınız da, bu Xatırlayıram, Alman bəli. yerləri də. Ümumiyyətlə, hardan çıxdı onlar hamısı? Necə çıxdı birdən-birə? Bu böyük bir biznes industriyadır. Böyük bir biznes industriyadır. Ona görə də bu günləri bizə deyirlər ki, çox üzr istəyirəm. Və adi televizordur da. Televizor niyə xarab olmalı? Televizor 100 ildə işləyə bilər, amma onu elə proqramlaşdırırlar ki, işte bu işləsin məsələn 20 il. 20 ildən sonra dəyişilsin də. Bu da biznesdir da. Həmçində bu belə deyək, qidalanmalar və s. Bu hamısı proqramlaşmış bir böyük bir biznes industriyadır. Biz bunu bilməliyik. Paltarıyan maşın alırsan, deyirsən ki, ona əlavə filan şey tökünən ki, xarab olmasın. Bəli. Da hər bir yuyucu tozda ümumiyyətlə yumşaldıcı şey var. Əlavə 5 manat verib onu niyə ora tökməlisən axı? O da biznes. 12 ildir maşın işlədir hə. Ondan bir dəfə də istifadə eləməmişəm. Özü belə də bomba işləyir Elə maşın. mən də. Düz 11-ci ilə keçdi ki, mən o maşını işlədirəm. Biz imkan veririk ki, bizi bu yemlərlə və s. aldatsınlar. Bir heyvanlara baxırız necə. Harda gəldi, nə rejimləri var, heç nələri yoxdur. Nə qastrit var, nə kolit var, nə bulimiya var, nə anoreksiya var. Anoreksiya siz deyirsiniz və bulimiya deyirsiniz. Gəlir xanım, həkim xanımdır özü. Deyir, gecə otururam, bir dənə qazan yeyirəm, ümumiyyətlə, sonra qaytarıram. Siz baxınız, gəlir uşaq. Mən deyirəm ki, bunun Bu təcili... psixoloji problemdir də onda. Təbii ki. Uşaq gəlir, uşağın çəkisi gəlib 30 kiloya. Mən sos deyirəm. Atasına, anasına deyirəm, təcili xəstəxanaya, təcili aparıb psixiatrik xəstəxanaya. Bu uşaq 2 il ərzində bir dənə şokolad yeyir, bir dənə çay içir. Valideyn də baxır, yəqin ki, öləcək də. Deyirəm ki, yemir də. Deyirəm ki, suşi, bunu təcili müalicə eləmək lazım. Bu psixi pozuntu gedir də. Valideyn bu şeylərə başa düşmür. Və bu bulimiyalar, anoreksiyalar nədən yaranır? Biz bu günləri baxırıq podiumda. Bir dənə qəşəng, bir dənə 16 yaşında qız keçir, ara qız. 40 yaşında arvad baxır onu, mən də bu cür nə olmaq istəyirəm. Başlayır aclıq elan eləmək və sən 40 yaşın var, yeki arvad var. Sən onun kimi, 16 yaşındakı qız kimi artıq heç bir zaman ola bilmərsən. Razıyam. Heç vaxt ola bilmərsən. Razıyam. Bəli, mən çox xahiş edirəm. Bu çox maraqlı məqamdır. Yəni bu haqda çox ətraflı danışmalıyıq Dəyanət bəy. Çox ətraflı da danışacağıq. Esmira xanım, siz bu gün bizim üçün nə tikirsiniz? Xanımlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, hər gün Esmira xanım bizimlə bərabər burada bizə sizli-bizli öyrədir. Həm tikməyi öyrədir, yeri gələndə həm kəsib biçməyi öyrədir. Bu gün nə tikirsiniz? Mən bugün 2 parçanın Mənə qəşəng donlar tikdiniz. Bu gün nə tikirsiniz? Bugün də 2 parçanın qarışığından
miqdar ya da az da olsa parça evdə olmuş olsa özün istifadə edə bilərsən. Arxası bir rəng olacaq, üst tərəfi bir rəngdə hazırlanan sonra baxıb görürsən. Hə, yaxşı. O zaman biz gözləyirik sizi. Siz işinizdə olun. Mən isə istəyirəm, buyurun, əyləşin İsmira xanım. Mən isə istəyirəm sponsorlarımızın haqqında məlumatı hal-hazırda nəzərinizə çatdırım. Ondan sonra reklamlardır. Reklamlar bitdi, təkrar studiyamızdayıq və xatırlayırsınızsa söhbətimiz yarımçıq qalmışdı. Bəli, Dəyanət bəy. Buğda kimi, ümumiyyətlə çörək kimi zərərli bir produkt yoxdur. Nə gözəl. Bunu indi doktor bilməlidir. Buğda, məsələn, pşenitsadır, Buğda da elə, bəli, arpadır, buğdadır. Arpa, buğda, onun tərkibində gluten var. Yapışdırıcı maddədir. Düz deyir, Elnur bəy. Mən bir, siz fikrinizi izah edin, mən deyəcəm. O gluten ümumiyyətlə mədə bağırsağı pozur, çox pis təsir göstərir. Mən özüm şəxsən yemirəm. Buğdalı şeylər, çörək və s. yemirəm. Hiss olunur əslində sizin. Mənim 73 kilo çəkim var, 50-yə yaxında yaşım var. Heç deməz. Əla super hiss edirəm. 50 kilograma bənzəyirsən. Əslində, buğda çox vacib bir məhsul sayılır. Uşaqların rasionunda... Və qeyd edəcəm, bəli. Orada B1, B2, B6, B12... Qeyd edəcəm, hamısını registr qeyd edəcəm. Dəyanət bəyin fikrində çox böyük həqiqət var ki, çünki buğda, arpa, çovdar, düyü. Hətta onların bir cəmiyyəti var, üstündə xət qoyublar. Buğda ilə düyüdür. Supruq xəstəliyi var, gluten enteropatiyası sayılır. Həmin ən çox uşaqlarda olur. O qidaları yeyəndə onlar 10 dəfədən, 15-dən çox bayıra gedirlər. Və araşdırırlar, tapırlar. Nəsə bu xəstəlik artıq tapılıb, bilinir. Tropik da supru sayılır, supru da sayılır və yaxud da... Səbəbi buğdadır. Bəli, çölyak hastalığı kimi daha çox tanınır. Türkiyədə yaygın bir xəstəlik, hətta onların cəmiyyəti var. Buğda, arpa, çovdar və düyü. Bu tipli qidalardan uzaq olursansa, yaxşı olursan. Və marketlərə girəndə baxırsınız, üstəlik Almaniyada, Türkiyədə, Azərbaycanda da var artıq. Gluten var tərkibində və yaxud da gluten qatılmayan qidalar. Hamı girir, məsələn, marketdə onların öz yerləri var. Gluten qatılmayandan alır. Bəli, qatılmayandan alırlar. Buğdanın özünə gəldikdə isə, məsələn, buğda, mən deyərdim ki, 2 günlük və yaxud da 3 günlük cücərtisini yemək, Səməni bəli, çox gözəl qeyd edəcəm. Əslində, səməni dedikdə, qabaqlar səməni halvası verirdilər də. Bəli. Maraqlı bir şey var. Nətə olur ki, indi uşaqlarda zehin inkişaf zəifdir. Sonra oynaqları baxırsan zəifdir. Kalsiumu zəif. Niyə? Bu əksəriyyətlə qida ilə bağlıdır. Nəyə görə? Çünki qabaqlar o buğdadan ki, un alırdı. Un dedikdə qovut alırdılar. Tanıyırdınız, bəli. O qovutdan istifadə edilir. Bəli, hətta onun mayedə olan hissəsi də var idi. Və yaxud da olsun yulafın özü. Nə qədər çox istifadə olunurdu. Orada amin turşularla zənginliyi çoxdur. Amin turşu nədir? Bizi hərəkət etdirən, bizim zülal hissəmizi bərpa elətdirən bəli, enerji depomuzdur. Və qeyd edeyim ki, bununla yanaşı olaraq əslində buğda dediyimiz deməyək də insanlar belə yeyirlər. Çörək də çörəyə gəldikdə. Çörək bişmiş bir məhsuldur. Və bu çörək, ağ çörək olandan sonra xəstəliklərin sayı artıb. Özü görmüsünüz. Bəli. Məsələn, 90-cı illərdə daha çox qara çörək idi və belə deyim ki, buğdadan qara un alırdılar. Mən həkim ailəsində olmuşam və görürəm ki, atam da qastrit olduğuna görə mədə bağırsaq xəstəliyi daha az idi. İndi mədə bağırsaq xəstəliyindən yorulmuşuq. Gün ərzində 20-30 nəfərdən çox adama bax. Bəli. Və ağ unun tərkibində nə olur? Onun laboratoriyada da araşdırılıb. Biz də bilirik, bunu edənlər də bilirlər. Onun özündə parazit edən göbələklər var. Nə danışırsınız? O göbələklər çörək bişdi, həll oldu. Biz xoşlayırıq marketdə təzə çörək alıb, o yanlış bir şeydir. O getdi, bəli, boyat olması daha yaxşı olur, amma qara olsa daha yaxşıdır. Bu qara da qara çörək kimi satılan rəngləyici deyil də, həqiqi qara undan alınır. Qatılır. Onun rəngi çıxır. Rəng kraska qatırlar çörəyə. Busa rəngi demək ki, rəngdir. Kraskadır, bəli. Onu biraz da dərinləşdiriblər, Dəyanət bəy. Əslində rəngi çıxmır, amma yenə də qatıblar. Belə bir şey var. Ən yaxşısı evdə bişirməkdir. Mən bunu uyğun görərdim. Evdə də bişirmək üçün biz unu hardan tapaq? Qara un var. Yəni Azərbaycanda var, Azərbaycanın bölgələrində var, bəli. Yəni onu rəngləmək olmur da? O rənglənmir. Xeyr, buğdadır, həmin sort. Biz indi əlanın əla sortu olan bir undan istifadə edirik də. Onda da göbələk varsa, bu bağırsaq. 3-cü, 4-cü sort. Bəli. Bizə lazımdır. Bizə qara un əldə olunacaq. Və qeyd edim ki, o getdi, düşdü bağırsağa. Həzm olundu, çox yedik, az yedik, onun bir önəmi yox. Bağırsaq gün ərzində çox 10 litrə yaxın qaz qabarcıq yarada bilir. Amma əslində hər xanımın, hər ananın vaxtı yoxdur ki, qara undan evdə uşağına çörək bilirsin. Belə deyək ki, qidalanmadan asılıdır. Bu 2 litrdən qeyd eləyək ki, əksər faizi bağırsaqdan sorulur. Bağırsaqdan necə sorulur? Bağırsağın öz mənfəzindən sorulur. Qalanı isə fizioloji yolla çıxa bilir. Amma
bu bağırsağın belə deyək ki, O lordur da. toksinlərdir Bəli, da həmin hamısı. hissəsi tutulur. Ona görə insanlardır, mən bir tikə yemək yedim, çöp oldum. Ay, 2 tikə çörək yedim, çöp oldum. Mən nə yedim ki, çöp oldum? nədən Bu görürsünüz, olur? ən yayılan bir problemdir. Çünki səbəbi elə qidadan asılıdır. Aydın. Amma mən daha çox demək istəyərdim, bir meyvə şirəsini neçə gün saxlaya bilərsiniz? Çəkmisiniz, çuğunduqdur. Yarım saat. Bir saat. Uzağı yarım Lap saat. bir gün saxlayın. Bu meyvə şirələri necə saxlayırlar? Ora qatqılar var. O qatqını orqanizm sorurmu? Sorur. Sorulmur. Həll eləyə bilmir. Və Sizdə evdə çörəyə münasibət necədir? Üzr istəyirəm Elnur bəy. Lalə, çörəkdən azmı istifadə edirsiniz, çoxmu istifadə edirsiniz? Yəni, əsas etibarilə uşaqların rasionunda çörək varmı Çox hal-hazırda? maraqlıdır ki, mənim böyük qızım ümumiyyətlə çörək yemir. Heç Amma yemir. kiçik qızım bütün günü yeməkdən çox çörək yeyir. Amma sənə bir söz deyim, sənin böyük qızın daha çox çörək yeyənə oxşuyur. Kiçik qızın amma xırda-murdadır, mən elə biləm o ümumiyyətlə yemək yemir. Niyə deyim də? Çünki şirniyyata çox meyillidir, şokolada çox meyillidir. Balaca, böyük, ona görə də Amma kiçik qızımın da yeməklə arası o qədər yoxdur, sadəcə çörəyi da artıq razıyam ki, yox çörək Bunda yəqin onda metabolizm çox sürətlə Belə gedir. siz baxırsan ki, kartof hazırlayıblar evdə. Çörəklə 2 karbohidrat niyə yeyilir? Mən həmişə onun əleyhinəyəm. Mən bizdə evdə kartof bişəndə deyirəm ki, o çörəkdir də, çörəklə niyə yeyirsiniz ki? Kartof da kraxmaldır. Bəli, yəni o da ikisi də karbohidratı İkisi də niyə edəsə, bir karbohidrat, də məsələn adicə limonatları deyim. Limonat ən çox içilən içkilərdən sayılır. Bütün ölkələrdə belədir. Onun üçün Görürəm, uşaqların ən çox sevdiyi bu qazlı içkilərdir, həmən o limonatlardır. ona da o dadı verən, məsələn, onu saxlamaq üçün natri hidrokarbonat deyilən bir birləşmədən istifadə edirlər. O birləşmədə kanser yaradacaq bir qida sayılır. Amma onu vurmasalar, o limonat qala bilmir. Əslində o da dedik 100% təbii bir şey. Açın onu oxuyun, üstünə yazıblar. Mən dediklərim hamısı var. Məsələn, müəyyən şirələrə yazıblar ki, fenilketonuriyalı xəstələr içməsin. Çünki fenilalanin birləşməsi var. Amma bir dənə xəstəliyin adını yazırlar. Var, hamısını qeyd edirlər. Dəyənət bəy dediyi kimi insanlar özlərini aldadır. Bu istehsalı Bilə-bilə özümüzü zəhərləyirik, eləmi? İngilis deməli alır adi bu sulardan da, baxır özdə orasda, burasda hansı bir sudan aldı. Bizimki də alır belə baxır, deyir bu qazlı, deyirəm ha qazlıdır. O da mənə deyir ki, bütün dünyadır qazdan deyir, azad olmaq istəyir. Siz isə qaz içirsiniz deyir. Həqiqətən, Çox həqiqətən. maraqlı. Əlavə yüklüyük də biz. Məsələn, Niyə? qidalanma deyirik, adicə uşaqları götürək. Biz uşaq yemək yesin deyə smartfon veririk və yaxud da televizorda nəyəsə baxır. Bunu sadəcə ağzına yemək işləyir. Belə qeyd edək. Mexaniki, bəli. Fizioloji 3 hissə var bizim. İştah fazası var, həzm fazası var. Bu həzmdən sonraki Görmə. bunlar yoxdur. Böyüklərdə də bu var, amma uşaqlarda biz daha çox deyil. Ona görə bulimiyadır falan, bu tipli xəstəliklər çoxdur. Uşaqlar gətiriblər. Bulimiya xəstəliyi nə cür Bulimiya xəstəlikdir? həddindən artıq çox yemək. Bulimiyanın əslində durur depressiya. İnsan elə Mən bir bayaq o sualı vermək istəyirəm. Yeməklə sizə. özünü- öz depressiyasını Bu xoşbəxtlik hormonunun yaranması filan. İnsan var hər şeydən, gözəllikdən, qəşənglikdən xoşbəxtlik, sevgidən xoşbəxtlik alır. İnsan var ki, heç nədən xoşbəxtlik ala bilmir, bir dənə qidadan. Sadəcə yeyir və o yeyərkən xoşbəxt özünü hiss edir və onda belə bir ehtiyac yaranır. Daimi yeyim və xoşbəxtlik hissi keçirim. Ona görə də bu Doktor, şəxsən bizim evdə, yəni mən hansı problemləri yaşayıram? Bizdə 3 böyük uşaq var, balaca hələ körpədir də, hələ südəmərdir. Problem nədədir? Yəni demək olar ki, hər gün gündə 3 dəfə yemək yeyiləndə biz o qırğını yaşayırıq da. Bunlarda elə bir xəstəlik nədir? Bunlar televizora yeməksiz baxa bilmirlər. Bilmirəm, o bulimiyanın əlamətləridir, yoxsa psixoloji asılılıqdır, yoxsa aromatizatorlara qarşı olan vizual və var vizual həzz Demək, almaq bunlar, və hə. qida almaq. Onlar adına bilmən 2 dənə həzz alırlar. Hə. Həm baxa-baxa, həm yeyə həzz alırlar. Biz o həzz almaq. Demək, bunlar televizora kinoteatrda baxanda, popcorn alıb, filmlərə baxanda o- mütləq ağız işləməlidir Biz bunlarda. kinoteatrlarda iki kişilər Hə. popcorn alırlar, da çox alırlar kino. Hə, bax bizdə də eyni problemi yaşayırıq. Böyüklər artıq uşaqlar kimi, uşaqların hisslərini keçirmək üçün popcorn. Məsələn, insanlar bizim hamımız belə yaradılmışıq ki, iştahı artıran hormonlar var, azadan hormonlar var. Artıranlar məsələn grelin var, azaldan leptin var. Məsələn, leptin pozulanda insanda insulin miqdarında dəyişiklik olur. Şəkər və yaxud da insulindən asılılıq bir problemə gətirib çıxardır. Biz qeyd elədiyimiz tipli qidalanmayanda onların mexanizmini pozuruq. Yəni bir insanı saat 5-ə qədər oyaq saxlayın. Səmərəli qidalanma. Bəli. Səmərəli qidalanma necə olmalıdır? Səmərəli qidalanma olan gündəlik 4 dəfə olan qidalanmadır. Bu qidalanmada da insan fərdi olaraq nəyə ehtiyacı varsa,
o şəkildə onu artıraraq O bir söz var qidalanmalıdır. idi, iştah dil altdadır. Nəyə ehtiyacı varsa deyəndə onu nəzərdə tutur. Yəni həmən anda insan nə yemək istəyirsə onu yeməlidir. İnsan çox şey istəyə bilər, amma o doğru olmaya bilər. Belə deyim ki, patoloji olaraq nəyəsə istəyi varsa, o artırılmalıdır. Hər gün meyvə şirəsi içilməlidir. Qabaqlar kisel istifadə olunur. İndi niyə olunmur? İkincili səhər yeməyi deyilən bir şey var idi. İkincili səhər yeməyi varmı? Kim yeyir? Ümumiyyətlə kisel faydalıdır. Çox faydalıdır. Hətta onu evdə də hazırlaya bilərlər. Həm də dəyişir. Məsələn, Kiselin faydasından biraz danışın da, bilsinlər insanlar. ən gözəl faydalarından biri bizim elə həzm Uşaqların qida rasionunda istifadə olunur. yaşlılara yaxşı təsir edir ki, bağırsağın peristaltikasına, yəni Gücləndirir. hərəkətinə yaxşılaşdırır. Mədəyə çox yaxşı yumşaldıcı effekt verir. Məsələn, biz Avvalaki bu işi. Kimdə məsələn yaz var və Bürüyür. sair yaz, avvalaki bu eləyir. Ona görə də Örtü bu səthini. yaz var. O yaranın, xoranın əmələ gəlməsinin qarşısını alır. Məsələn, bitkilər üzrə elmi işçi olduğuma görə biz zəyərək toxumu var, kətan toxumu kimi tanıyırıq. Məsələn, onu dəmləyəndə görürsüz ki, belə kisel kimi bir maye yaranır. Hətta biz bəzən məcburiyyətdən onu veririk ki, Heyvan tumunda da olur da, belə üstünə qaynar su. olur o da nisbətən də, amma zəyərək toxumda yanaşı olaraq omega və digər olein turşuları var ki, o mədəni tam bürüyür. Sonra qəbizliyi olanlara çox yaxşı effekt verir. Ümumiyyətlə qəbizliyin də yaranması da dediyimiz çörəkdir və yaxud digər qidalardır. Lifli qidalar az yeyilir. Dənli bitkilərdən az istifadə olunur. Yəni təbii ki, onlardan istifadə eləməyib yerini başqaları ilə dolduracaqsa, orqanizm ona öyrəşməyib. Bir də məqama toxunun. Çox böyük bir dəbə düşür. Bax bunu insanlar gərək bilsin. Biz bu günləri bitki yağları alırıq. Duru yağlar. Da, onları deməli qızdırırıq. Bizdə onu qızdırmaq olmaz da, Bəli. qətiyyən olmaz. Onda deməli kartof Həşin bişirirlər və s. Bəli, bəli. O müəyyən temperatura gəlib çatanda Bunu ancaq orada çox- salatlarda istifadə çox edilməlidir. Toksinlər və Bəli, s. bəli, bəli. Bu ziyandır. İnsanlar hələ bunu dərk eləmir. Niyə görə bu Dədə Baba qaydasıyla da qabaq yağı əridirdilər, o yağda bişirirdilər. Deyirlər ki, yox, o kökəldir və s. Bax o arıqlamaq gəlir ortaya çıxdı. Kökəldir bişirmə, yağsız bişir. Mən hər şeyi yağsız, duzsuz bişirirəm. Rafinirованı var, nerafinirованı. Zeytun yağı nerafinirованı. O salatlarda çox yaxşı istifadə edilir. Amma onu qızdırmaq, onda yemək bişirmək, kartof və s. insanlar təsəvvür etmir ki, nə qədər özlərinə böyük bir ziyan vururlar. Bax bu bitki yağlarına Bəli, qızdırarkən. Düz bunu insanlar bilməlidir. Razıyam. Çox təəssüflər olsun ki, o böyük korporasiyalar bunu gizlədir. İnsanlara bu haqda danışmır. Çünki bu böyük, yenə də böyük bir biznesdir. Bilirsiniz, rahatlıq deyilən bir şey var. İnsanlar rahat qidalara, ona xoş olan bir şeylərə Verilir daha və tez alışır və vərdiş O da edir, marketinq olaraq onun üzərindən davam edirlər. Bəli. Ona görə bizim ənənəvi qidalarımız uzaqlaşıb. Razıyam Ənənəvi və o qədər qidalarımız var ki. uşaqların ənənəvi qidadan uzaqlaşmasının bir böyük səbəbi də var. Mən hətta onun səbəbi yox, bizim bəlamız deyirəm ona. Bu kalbasa və sosisikalardır. Reklamların vaxtıdır hal-hazırda. İstəyirəm reklamları izləyək. Öncə sponsor təqdimatımız olacaq. Ondan sonra reklamları izləyirik. Tamaşaçılarımızla bərabər sonra təkrar studiyamızda kalbasa və sosisikalardan danışacağıq. Reklamlar bitdi, təkrar studiyamızdayıq. Mövzumuz uşaq qidasıdır. Mənim əzizlərim, uşaqlarımızı necə qidalandıraq? Onlar necə qidalanmalıdır əslində? Məktəbli olanlar, körpə olanlar və s. və ilaxır. Dolayısıyla hər birimiz... Çox populyar olaraq bunları kalbasa sosiskalar Həqiqətən. Sovet vaxtından qalan. Mən evdə elan eləyirəm ki, bu evə kalbasa sosiska alınmayacaq. Yəni, həqiqətən də mən özüm almıram. Bir də görsən ki, ayda bir dəfə nəsə də çıxır da ortalığa. Tam dəyişmək üçün tak çüçüt можно. Mən heç də demirəm. Kalbasa nə qədər qorusaq da biz yenə də övladlarımız hardasa bir məclisdə olanda, bir tədbirdə olanda kimsə gətirib qoydu qabağımıza, elə deyil. Kalbasa sosiskaya gəldikdə, məsələn, 15-dən çox pəhriz qaydaları var. Bizə xəstə müraciət edir. Mədə xorasımı, qaraciyər sirrozumu falan müxtəlif xəstəliklər var. Onların hamısının pəhrizini veririk özlərinə. O pəhrizin hamısında qadağan olmuş məhsulların sırası var. Birinci yerdə kalbasa sosiskadır. Və xəstənin ilk sualı olur. Doktor, mən bunu yeməyəcəm o zaman. Yəni, insanlar özləri istəyirlər. Bu da bir alışqanlıqdır. Alışqanlıqdır, asıllıqdır, deməli başda. Bu, mənə maraqlıdır, bu psixoloji asıllıqdır, yoxsa... Mən sizə deyim. Siz fikir verirsiniz ki, hər bir millətin öz dəyərləri var da, hər bir millət müəyyən qidalar yiyir.
getdim Avropada normal yemək 5 ulduzlu restoranda bir dənə sup verirlər də, bir iki dənə vermişik üzrçüdə. Tam da hiss eləmirsən də. Almaniyada ya Serbiyada məsələn də mənə maraqlıdır. İnsanlar bəs nədən ləzzət alırlar? İnsanlar büyük nədən ləzzət alırlar orada? Xeyirxahlıqdan, gezintidən, təbiətdən, gözəllikdən, muzeylərdən, insanlara xidmət göstərmək. Bizim insanlar nədən ləzzət alır? Otursun, kababı qoysun da yeyib içsin belə restoranda. Ona görə də bax transformasiya gedir. Piyələnmə xəstəliyi olan insanlar var. Bir də olmayanlar var. Ona görə orada çox görürük. Amma bizdə piyələnmə xəstəliyi olmadı, köklük deyilən bir problem var. Onlar da sonra yenə dediyim kimi piyələnməni qoyaq bir tərəfə. Sabah təzyiq, şəkərli diabet və ya digər xəstəliklər daha çox üzə çıxa bilir. Onun da əsas səbəblərindən biri də təbii ki, qida çəki nisbətidir. Bax, necə yeyilməlidir qida? Yemək yeyildikdə... Xüsusilə də uşaqlar üçün, yəni nəzərdə tutun ki, bax, səmərəli qida, bayaqdan deyirik, amma tam açmadıq. Necə olmalıdır bu səmərəli? Bax, qeyd elədiyim kimi, məsələn, 6 aydan sonra əlavə qidalara başlaya bilər hər bir uşaq. 1 yaşdan sonra bal və digər qidalara başlaya bilər. O da nəyə görədir? Çünki botulinim çöpləri ola bilər həmin uşaqlarda intoksikasiyaya görə. Normalda gündə 4 dəfə qida yeməlidir. Səhər, birinci səhər yemək, ikinci səhər yemək, günorta və axşam yeməyi. Axırıncı yemək nə vaxt yemək? Axşam yeməyi Axşam deyəndə nəyin? 7 üçün nəzərdə tutulur, 11-də yatan üçün. Məncə əksinə olmalıdır. Deyirlər ki, mən burada razı deyil. Mənə elə gəlir ki, səhər ümumiyyətlə insan yeməməlidir, az yeməlidir. Günortada belə biraz az yeməməlidir. Axşam isə saat 8-9-dan sonra çox yeməlidir. Niyə görə? Mən hər şeyin əksinə gedirəm. Mən düzgün doktor başa düşürsünüz. İş ondadır ki, siz çoxlu yeyirsiniz günorta, sonra hərəkət edirsiniz. Orqanizm onsuz naqruskadadır, bir naqruska verir. Amma axşam çox yeyirsiniz, uzanırsınız, o rahat da həzm gedir də. Bəlkə düz demirəm. Axşam həzm rahat gedir. Təbii ki, yox, bu əgər ciddi bir şeylə yanaşsaq doğru deyil. Çünki biz günortanı çox yeyib hərəkət ediriksə, o yüklənmə deyil, yəni naqruska deyil. O orqanizm elə onu parçalamaq üçündür. Biz məsələn deyə bilmərik ki, yağ yeməyin, ət yeməyin, çörək yeməyin. Bunları yeyə bilərlər, amma bunu parçalamalıdırlar. Axşama gəldikdə isə vaxt qalmalıdır. Bəli, axşama gəldikdə isə ən az faiz axşama düşür. Çünki o da biz 7 deyirik, 11-12-də yatan adam üçün 7 deyirik. Əgər 2-də yatacaqsa 8-də qidalanmasını yeyə bilər. Çünki doyma siqnalı verəndən sonra turşuluq biraz da arta bilir. Gecəyə gəldikdə isə bizim 12-dən sonra hər hormonumuzun çıxma zamanı var. Boy hormonları ifraz olunur. Nəinki boy hormonlar, prolaktini deyə bilərik, digər hormonları qeyd edə bilərik. Sonra şəkər saat 3-də daha çox, daha 6-da isə daha az ifraz oluna bilir və yaxud da insulin özünü göstərək. Sonra səhər saat 7-9 arası biz niyə əsəbi oluruq? Çünki stres hormonu olan kortizol hormonumuz həmin vaxtı ifraz eləməyə başlayır. Ağ pendir, şokolad, ağ pendir, şokolad, dondurma, küncüt, sonra qaymaq. Bunlar xoşbəxtlik hormonunu artıranlar. Yəni serotonin miqdarı. Yağın üstünə pendir qoyuram, heç nəysiz çörəksiz yeyirəm. Necə? Prosta da, bu prosta. Mən pendiri yağdan yeyə bilirəm, prosta yağ yeyə bilirəm. Unikal adamsınız Təyyarət bəy. Özümdə çox super hiss edirəm. Düzgün yanaşmadır bu. Belə uşağa belə yemək vermək olar. Yox, biz daha normalları qeyd edirik onsuz da. Yəni hər kəsənin öz yaşam tərzi var, həyat tərzi var. Biz daha normal olanları qeyd edirik. Bəli. İkinci səhər yeməyinə gəldikdə, bəli. İkinci səhər yeməyinə gəldikdə, məsələn, birinci səhər yeməyi dediyimiz kimi bu qidalardan istifadə edə bilərlər. Səməni halvası olurdu qabaqlar. Onlardan istifadə edə bilərlər. İkinci səhər yeməyinə gəldikdə isə bu mütləqdə 2 yemək yesin. Meyvə şirəsimi, kiselmi, adicə qabaqlar kompot istifadə edirdilər. Bundan istifadə edilir. Mütləq deyil o yemək geçsin. Şirənin özü belə bizim üçün qida sayılır. Çayı ümumiyyətlə orqanizm su kimi qəbul eləmir, qida kimi qəbul edir. Bunu da bilsinlər insanlar. Çünki hərdən çayı su əvəzinə içirlər. Amma çay özü də qida kimi orqanizm onu oxuyur. Çay, belə deyim ki, bitki çayları çox istifadə edən bir adam kimi qeyd edeyim ki, bu istifadə elədiyimiz qara çay dediyimizdə tannin daha çoxdur. Onun həm həzmə təsiri var, həm damarlara təbii ki, kofein özündə misal göstərə bilərik. Layla, uşaqlar çay içir? İçir. Gündə neçə dəfə çay verirsən onlara? Kiçik qızım çox tez-tez içir. Qara çay içirlər? Qara çay deyəndə bizim evimizdə ümumiyyətlə təbii çaylardan. Dəmləmə çay içirlər, yoxsa paket çaylar? Yox, paket çaylar. Təbii çaylardır, otlarla qarışdırılmış. Yəni anam o barədə mənim maşallah olsun. Mən özüm də kekli otu ilə dəmləyirəm.
Uşaqlar mütləq otlarına ya kəkot ola bilər, ya ramaşka diri ola bilər. Çoban yastığı. Nanəli çaylar. Bəli, Bizim bəli. evdə çox tez-tez dəmlənən Uşaqlar da yəni çaylar. içirlər bu çayları. Mən özüm isə yaşıl çayı çox sevirəm. Ayrıca ondakı belə Onlarla da bağlı bir şey deyəcəm. günün birinci yarısı, yəni mən özüm Çində olmuşam, orada da mənə başa salmışdılar. Mənim uşaqlarım da Günün acayip birinci çay insanın- içəndilər. Yaşıl çayı uzun müddət istifadə etmək məsləhət deyil. Antioksidan. Antioksidant kimi yaxşıdır. Amma o da kalsiumu daha Yəni çox lazımlı uzaqlaşdıra bilir. bizə Bəli, lazımlı maddələri olacaqları da götürə bilir. Məsələn, çıxardır bədəndən. adicə hamiləlik dövründə biz çox məsləhət görmədiyimiz bir Görmürük. çay sayılır. Bəs laktasiya vaxtı? gəldi. Laktasiya vaxtında elə də çox təsiri yoxdur. Laktasiya vaxtında çox yaxşı bitkilər var. Mən adlarını istəsəz deyə bilərəm. Buyurun, buyurun. Biri güldəfnə bitkisidir. Güldəfnə. Pajitnik sayılır. Digər adı fenugreekdir. İkinci yemişanın meyvəsi. 3 gici tikənin öz yarpağından istifadə. Bir də cirə meyvəsinə, raziyana. Bunlar laktasiyanı artıracaq bitkilər sayılır. Bunlardan istifadə edə bilərlər. Onların içində ən güclüsü isə qeyd etdiyim kimi güldəfnənin toxumudur. Güldəfnənin toxumuna gəldikdə, məsələn, ondan yaxşı balda macun hazırlamaq olar ki, uşaqlar yesin. Məsələn, havalar soyuq olanda nə etmək olar? Zəncəfil kökü toz halına salınır, darçın toz halına salınır, çörəyotu toxumu, yəni qarazirə toz halına salınır, balqabağın toxumu toz halına salınır. Bunlar bir də çiçək tozu, arı məhsullarının. Onu 1 kiloluk balda qarışdırırsınız, bəli. O bir balda qarışdırırsınız və qida kimi gün ərzində yeyə bilərlər. Mən də nəsə bildirəm. Həmin vaxtı çox yeməyə ehtiyac olmur. Məsələn, çiçək tozunda niyə kosmonavtlar Həm də yeməyi immunitet deyirlər? üçün yaxşıdır Bəli, o. immunitet üçün də yaxşıdır, reabilitasiya üçün də yaxşıdır. İnsan var, tez ayağa qalxa bilər. İnsan var, daha çox gümrahdır, daha rahatdır. Amma eləsi var ki, xeyr. Nəzərdə saxlayırız, genetik faktorun çox böyük bir əhəmiyyəti var. Ümumiyyətlə. İnsanlar var ki, nə qidaya fikir verir, nə heç də elə super də yaxşı yaşayır, nə gəldiyi yer. O faktor da var. Təbii ki, Mənə elə gəlir ki, biraz o yükləmək insanları mütləq belə yeməlisən, elə yeməlisən, niyə? Təbiət biz necə qurulub? İnsan təbii orqanizm özü seçir. Onun üçün nə yaxşıdır? Haçan yatmaq, haçan yemək, necə yemək. Bəs o yarım fabrikatlardan necə uşaqlarımızı qurtaraq? Yəni o da psixoloji asılılıqdır görəsən. O O uşaqları yox. cürəbəcür piçenyalardır, cürəbəcür nə O bilim bilirsiniz, cicimici də valideynlərə yəni. rahatdır çox pul fabrikatlardan istifadə eləmək. Ona görə də indi valideyn görür Amma ki... uşaq mənim pişiyimi ağaca dırmaşdıracaq. Deyir ondan mənə al, tez elə al, ondan istəyirəm Biz məsələn. özünüz hazırlasaq... Keksdir, balaca bilməm nədir. Mən sizə deyim, valideynlər üçün yaxşı məsləhət. Ən çox uşağı cəlb edən Çipsdir. nədir? Uşağı ən çox cəlb edən upakovkadır. Siz fikir verirsiniz, hansı rənglərdən istifadə edirlər, Təbii, nə qırmızı, sözlərdən. al, əlvan. Siz qəşəng bir dənə upakovka öyrənirsiniz, bu xanım var, dərzi xanım. Qəşəng plastikli, yaxud belə torbalar düzəldiniz uşaqlar üçün. Özünüz Onun pişirirsiniz, içinə qoyunuz. ona yemək qoyaq, o da ona Özünə də baxsın. üstünə də yazın Made in USA. İfso, düz Amerikadan gəlir. İfso da nə lazım? Mən bunu denəyəcəm. Bəli, əziz xanımlar, işimiz çoxdur. Uşaqların başını yeri gələndə aldatmaq da lazım olur. Yeri gələndə onların ən böyük məsləhətçisi də elə özümüz oluruq. Yeri gələndə elə uşaqlarımızın həkimi də özümüz olmalı oluruq. Yəni biz anaların bu belə deyək də borcumuzdur. Esmirə xanım, vəziyyət necədir? Qurtarmaq üzrəymiş. Bitirmək üzrəsiz. İkincini, birini bitirmişsiniz Birini artıq. bitirmişəm. Göstərə bilərsiniz, onu tamaşaçılarımız da baxsın. Hətta mən bilirəm ki, biri çoxdan bitib, yəni ikincisini də bitirmək iki parçadan. Əlbə çatmayan parça arxanı saya onu. Wow, gözəlliyə bax, Lalə, gözəlliyə bax. Ay Lalə, gözəlliyə bax, gözəlliyə bax. Çadramı sallam başıma, Üz gözümü bəzərəm, çadramı sallam başıma, üz gözümü bəzərəm. İndi mən bunu necə geyinməyim axı? Hə? Elnara sən qoq ki onu mən səndən, Mən səndən bunu necə alıb geyinməyim? özüm. Mən dükanda belə bir çıxmasın, mən X-Lady-dən geyinirəm də adətən paltarlarımı. İndi iki verilişdir ki, artıq bax bu əynimdəki Esmirə xanımın əl işidir, bax bu Esmirə xanım. Mən bunu necə geyinməyim? Görün nə gözəldir. Özü çox rahatdır tikilişi. Arxası saya parçadandır. Çatmayan yerlər varsa, önü də belə güllü-güllü, qəşəng, özü də güllü-güllü hal-hazırda dəbdədir. Həm qadınlar üçün, həm kişilər üçün. Esmirə xanım deyir, mən nə qədər buradayım, mən hər güzsücüdür ki. Xanımlar, tənbəllik eləməyək, özümüz kəsək, özümüz biçək, özümüz üçün tikək. Bax, belə qəşəng görünək.
Mən təşəkkür edirəm qonaqlarımıza. Dəyanət bəy, sizə təşəkkür edirəm. Çox sağ olun. Lalə xanım, sizə təşəkkür edirəm. sağ olun. Elnur bəy, sizə təşəkkür edirəm. Öz dəyərli məlumatlarınızı, məsləhətlərinizi bizdən əsirgəmədiniz. Mən qonaqlara öz təşəkkürümü bildirdim. İndi isə istəyirəm geyimimə görə Esmira xanıma təşəkkür edeyim. Saçıma görə Belfam Estetik Mərkəzindəki usta Könlə təşəkkür edirəm. Makyajıma görə stilist Samiraya təşəkkür edirəm və studiyamızı bax belə gördüyünüz kimi gözəl bəzədiyi üçün Gönçələr Gül dükanına öz təşəkkürümü bildirirəm və əlbəttə ki, siz tamaşaçılara təşəkkür edirəm ki, bu bir saat bizimlə bərabər qaldınız. Bizdən çoxlu dəyərli məsləhətlər və məlumatlar aldınız. Sabah da eyni vaxtda 12:45-də Space TV-də görüşmək ümidi ilə sizdən ayrılırıq. Hələlik.